Salam əziz izləyicilər. 1958-61-ci illərdə Çində böyük aclıq oldu. Bəzi məlumatlara görə 30 milyon, bəzi məlumatlara görə 40 milyon, 55 milyon adam həyatını itirdi. Aclığa səbəb nə idi? Mao hesab edirdi ki, Çinin Komünist Partiyasının rəhbəri sərçələr ziyan vururlar. Düyünü, buğdanı yeyirlər və bu da məhsuldarlığa pis təsir eləyir. Ziyanverici kimi qələmə verildi sərçə və sərçələrlə mübarizə, ellikcə mübarizəyə qalxdılar. Xronikalar var. Yük maşınının kuzovun ağzına kimi sərçə leşi ilə doldurub, bayraqlarla, transparentlarla aparıb komünist rəhbərlərə təhvil verirlər ki, bax biz bu qədər sərçə öldürmüşük. Yekun da bildiyiniz kimi aclıq oldu və sonda məcbur olub başqa dövlətlərdən, o cümlədən İngiltərədən qızıl pulla sərçə almağa başladılar və tədricən ekoloji balansı tarazlaya bildilər. İndi sərçələr azad uçuşurlar orada da. Amma indi biz ciddi təhlükə qarşısındayıq. Artıq Abşeronda dərmansız, zəhərsiz heç nə yetişdirmək olmur. Həşərat basıb hər yana. Evlər, küçələr, həyətlər doludur. Və bu da sərçələrin azalması nəticəsində baş verdiyini mən düşünürəm. Tək mən düşünmürəm, ətrafımda olan insanlar da deyir. Sərçələr yuva qurmağa yer tapmırlar. O səbəbdən də artımları yoxdur. Deməli, qarğa gəlir yuvanı dağıdır, yumurtasını, balasını yeyir. O yandan başqa yırtıcı quşlar, bu yandan da pişiklər və sərçələrin kökü kəsilmək üzrədir. Mən 2 gündür fikir verirəm, bir dənə də sərçə görə bilməmişəm. Yoxdur sərçələr. Və nəticədə biz o zəhərli meyvələri yeyirik. Nə meyvənin dadı meyvə dadıdır, nə tərəvəz dadı yeyir, ətri yox, tamı yox, üstəgəl tərkibində zəhər və uşaqlarımıza yedizdiririk onu. Deməli, bu tək bağbanları narahat eləməli deyil, bu bütün cəmiyyəti narahat eləməlidir. Ona görə xahiş edirəm bu videonu yayın, görək ictimailəşdirə bilirikmi? Buna qarşı bir əlac olunacaqmı cəmiyyət tərəfindən? Sağ olun, sağlıqla qalın. Mən başqa bir videoda qoymuşam bu mövzuda, onu da baxarsınız. Sağ olun.